Bəli, mənim əziz dostlarım, ikinci hissədə biz yenidən görüşürük. Dediyim kimi, yəni ailə baskısından danışdıq, ailə baskısı olur və bundan əlavə ölkənin genetik amilləri və əsasən də xanımlarda bu belə olur. Əziz dostlar, məsəl üçün, əslində oğlanlı qızdır, bunun bir çox növləri var. Məsəl üçün, mənim olduğum səhnədə, daha doğrusu teatr tamaşasına, yəni hazırlıq prosesində, deməli, orada biz oynayırıq, mənim yoldaşımdır və qızımız var bizim. Orada mənim yoldaşımla olan xanım, yəni o məsəl üçün belə şeylərə problem eləmir. Oynayırıq, yaxınlaşmağımızdır, sarılmağımızdır. Bundan əlavə bir-birimizin əllərini tutmağımızdır, əl-ələ gəzməyimizdir. Bunlarda heç birində problem çıxartmır, mən də təbii ki, çıxartmıram. Mən onsuz da heç vaxt kompleksli bir insan olmamışam, yəni yaradılışım belədir. Və mən də təbii ki, heç problem çıxartmıram. Daha sonra həmin o dediyim balaca uşaq qız, nəsə bu elbi özündən gedir. Mən atası olaraq getmişəm, onun əlindən tuturam, yəni narahat oluram onun üçün. Və qız da orada təzədən gözünü açır, deyir ki, əlimdən tutma falan. Əlbəttə ki, belə şeylər eşidəndə mənim heç xoşuma gəlmir, heç ürəyimcə olmur. Nəticədə o qız, mən özümü biraz da sıxsam, mənim gerçək həyatda elə qızım yaşındadır, yəni. Mən biraz özümü sıxsam, yəni mənim o yaşda qızım olacaqdır. Həmin o yaşda qızım durub belə şey deməyə əlbəttə ki, xoş gəlmir. Və əlbəttə ki, dediyim kimi, bəzən də əlbəttə ki, ciddiyyətsiz yanaşmalardan bu belə hallar olur. Yəni sırf yola vermək üçün gəlib getmələrdən həmin o sahəyə, teatr oyununa və ya film, serial çəkilişinə. O qız da elə o cürlərdən idi. Yəni sırf yola vermək adıyla gəlib gedirdi. Və əziz dostlar, belə dediyim kimi hallar çox olur. Məsələn, oğlanlarda bir dənə belə bir mənim xatirəm var, yadımda qalan hadisə var. Məsəl üçün, bir gün biz səhnə çəkirik, daha doğrusu çəkəcəyik. Orada da ki, mən bir nəfər var, oğlan, onu tutacam belə yaxasından, belə sirkələyəcəm, vuracam divara. Həm də şillələyəcəm onu, yumruqlayacam, döyəcəm də, yəni onun nəyi var. Oradan həmin o oynayacaq oğlan da deyir ki, gelib təklikdə həmin o filmi çəkəcək adama, daha doğrusu səhnəni çəkəcək adama deyib ki, olar mən yaxasından tutum, yəni mən eləyim onu. Əziz dostlar, o da deyib ki, yox da, yəni o eləməlidir, yəni o eləyəcək. Yəni o da deyib ki, o eləyəcək, sən yox. Yəni bu da ayrı bir kompleksdir. Yəni ki, özünə pis bilir ki, hə məni döyəcək, məni vuracaq. Əlbəttə gerçək həyatda heç vaxt heç biriniz altda qalmayın. Yəni əlbəttə ki, şiddəti mən burada heç kəsə tövsiyə eləmirəm. Amma lazım olanda məcbur olursan, onu da eləyirsən. Lazım olanda onu da eləmək lazımdır. Amma gerçək həyatda əlbəttə ki, söz altda qalmayın, məsələn, hərəkət altda qalmayın. Amma filmdə nəticədə bu filmdir, bu çəkilişdir. Siz beyninizi, öz düşüncə tərzinizi qırağa qoymalısınız, başqa bir beyni götürüb yerləşdirməlisiniz beyninizə. Və ondan sonra rolunuzu ifa eləməyə başlamalısınız. Əgər siz öz beyninizlə oynamağa başlasanız, siz sadəcə özünüzü oynayacaqsınız. Siz o sizə verilən xarakteri oynamayacaqsınız. Yazılan xarakteri oynamayacaqsınız siz. Siz ancaq özünüzü oynayacaqsınız və belə olan halda da film əlbəttə keyfiyyətsiz olacaq və əlbəttə ki, siz kompleksə girəcəksiniz. Yəni durduğumuz yerdə kimsə gəlib kimisə vursa, sizdə gəlib kimsə şillə ya da yumruq vursa, əlbəttə ki, siz və ya pis söyüş söysə, sizə təhqir eləsə, əlbəttə ki, siz buna cavab verməlisiniz, sözünüzü deməlisiniz. Gerçək həyatda bunu eləməmək ayrı bir şey, bu olunmalıdır. Amma film, serialda elə bir şeydir ki, bu. Yəni, məsələn, gerçək həyatda deyək ki, sənə kimsə vurur, sən qorxundan heç nə eləyə bilmirsən, qaçıb gedirsən. Və ya şeydir, məsəl üçün, dostun səni vurur, sən şoka düşürsən, o anda heç nə eləyə bilmirsən, söyə bilmirsən, vura bilmirsən, heç nə eləyə bilmirsən, çıxıb gedirsən. Ki, gerçək həyatda da yəni çox vaxt cavab verilir. Amma filmdə isə həmin o bayaq dediyim, məsəl üçün, dostun gəlir, vurur, şoka düşürsən, inciyirsən, sən heç nə eləmirsən, gedirsən və ya kimsə sənə vurur, özündən yaşca böyük, güclü adam, qorxursan, qaçıb gedirsən. Əlbəttə ki, bunu filmə daşıyanda isə artıq sən düşünməlisən ki, nəticədə bu yazılan ssenaridirsə, bu yazılan ssenari belə yazılıbsa, mən bunu oynamalıyam. Mən artıq durub, yox, onlar o vurmasın, mən vurum onu və ya onlar bu ssenari dəyişdirilsin, mən bunu oynamalıyam. Belə şeylər deyilməməlidir, əziz dostlar. Üçüncü hissədə mən bunu texnikalarını söylədəcəm. Və belə olduğu halda da əlbəttə ki, dediyim kimi,
aktyor oyunu deyilən bir şey olmur. Çünki adam özünü oynayır. Yəni dediyim kimi filmdə nə yazılıbsa, filmin ssenarisində nə yazılıbsa onu oynamalısan. Gerçək həyatda bəlkə çox vaxt əlbəttə ki, cavab verərsən qabağındakına. Bəzən dediyim kimi qorxarsan, çəkinərsən, şoka düşərsən, inciyərsən, yaxın dostun olduğu üçün çıxıb gedərsən. Amma çox vaxt cavab verərsən. Amma serialda məsəl üçün sən qorxaq adam kimi verilmisənsə və sən kimsə vurdu, söydü, sən ona heç nə demədən qorxduğun üçün qaçıb gedirsənsə, xarakterin olursa, sən buna hər dəfə əməl eləməlisən. Yəni özü düşünüb, öz gerçək həyatını düşünüb, yox mənə pislər eləyər, mən alçalaram deyib də sən buna mütləq mən qarşılıq verməliyəm ya da o rolu mən oynayım deməməlisən. Və bu böyük bizim problemlərimizdən biridir. Çox biz içinə qapanıq ölkəyi, nə yazıq ki, bu belədir və əlbəttə ki, bundan qurtulmalıyıq. Mən 3-cü hissədə aktyor sənətinə aid aktyor sənətindəki kompleks məsələsindən necə qurtulmaq olar, ona aid sizə texnikalar öyrədəcəm. Və dediyim kimi, ondan sonra da siz artıq biləcəksiniz ki, necə qurtulmaq olar, yəni bu rolu necə ifa eləmək olar. Gerçək həyatda, yəni əlbəttə ki, aktyor özü gerçək həyatında da kompleksli olmamalıdır əslində. Bu komplekssiz olmaq sadəcə aktyorluq üçün, sadəcə aktyor olan insan üçün deyil, hamımız üçün çox daha yaxşı olar. Çünki çox kompleksli olmaq bizdə türklərin sözü olmasının takıntı da yaradır. Yəni çox fikirləşirik, biri söz deyir, dururuq, fikirləşirik, bu mənə bunu niyə dedi, bu mənə bu hərəkəti niyə elədi, mən mütləq ona 100% sabah cavab verim ya da hərəkətimi edeyim. Əlbəttə ki, hərəkətini eləməlisənsə, o andaca eləməlisən. Yox, əgər eləmirsənsə də, artıq bunu kompleksə çevirib özündə taxıntı halına gətirməməlisən. Mənim əziz dostlarım, dediyim kimi kompleks məsələsi aktyor sənətində çox böyük, ölkəmizdə yəni çox böyük problemlərdən biridir. Əlbəttə ki, onu da deyim sizə, məsəl üçün intim səhnələrində, öpüşmə, sevişmə səhnələrində Azərbaycanda dediyim kimi, məsələn, bu belədir ki, deyək mənim sevgilim var və ya nişanlıyam, evliyəm, mən bu səhnədə oynaya bilmərəm. Mənim başıma o qədər şeylər gəlib ki, yəni belə şeylə bağlı. Məsələn, bir gün bizdə Gəmi filmi var idi. Adı indi yadımdan çıxdı. Gəmidə çəkilən bir film idi. Dənizdə gedirik, Xəzər dənizində və gəmidə çəkilir film. Köhnə filmlərdən. Keçən yay ayında verildi əslində Xəzər TV-də. Orada mən çəkilirəm, orada mən yaralı bir şəxs olaraq buramdan yaralanmışam. Yaralı bir şəxs olaraq uzanmışam və mənə orada medstralar kömək edir. Həkimlər, medstralar kömək edir və 2 dənə xanım həkim mənə baxır. Bir həkimə deyirik ki, xanım həkimə deyirik ki, ona baxırsınız güya müalicə eləmək üçün ayağını açın. O birisi oradan xanım da deyir ki, yox mən yəni rejissora demir, yanındakı qıza deyir. Özlüyündə deyir ki, mən aktyor deyiləm, bu sənəti oynaya bilmərəm. Mən də deyirəm ki, ona ki, üzünə qarşı birbaşa deyim ki, sən əgər aktyor deyilsənsə, onda burada nə işin var? Yəni ya aktyor ol bura gəl, yox əgər aktyor deyəsənsə, onda burada yox. Figuran olaraq da gələ bilərsən. Yəni sırf gerçək aktyor olmadan sadəcə figuran olaraq yer doldurmaq üçün gələ bilərsən. Amma onda da rejissor sənə nə deyirsə, sən onu artıq oynamalısan. Yox, mən aktyor deyiləm, mən bu rolu oynamaq istəmirəm, oynaya bilmərəm, özümə aid bilirəm. Bu əlbəttə ki, düzgün deyil. Sadəcə ayağımı açırsan, başqa bir yerimi açmırsan ki, yəni burada belə qorxulu, böyüdüləsi bir şey yoxdur, faciəvi bir şey yoxdur. Yəni mən belə çox hal yaşamışam. Amma Türkiyədə əziz dostlar, belə hallar heç demək olar ki, olmayıb. Türkiyə mövzusu ilə bağlı mən gələcək dərslərimizin birində bu sahə ilə bağlı, kompleks sahəsi ilə bağlı danışacağam, Türkiyədə yaşadıqlarımla bağlı. Amma bugün sırf Azərbaycanda, ölkəmizdəki aktyor sahəsindəki kompleks problemlər haqqında sizə danışdım. 3-cü hissədə isə bunun həlli yollarını sizlərə göstərəcəm. 3-cü hissədə görüşəcəyik.